Salam uşaqlar. Sizlərlə bugünkü dərsimiz həm web proqramlaşdırmanın, həm də ki HTML ilk dərsi olacaq. Bugünkü dərsimizdə biz sizlərlə HTML nədir, nə iş görür, HTML vasitəsilə nələr eləyə bilərik, bunlar haqqında danışacağıq. İlk öncə HTML sözünün açılışı Hypertext Markup Language deməkdir. Yəni tekstləri nişanlama dili deməkdir. Biz buradan məsələn browser üzərində hazır yığılmış bir sayta girək. Bu saytın ilk öncə sizin qarşınıza çıxan vizual görünüşü frontend hissəsi adlanır. Yəni bildiyiniz kimi saytda frontend və backend olmaqla iki hissədən ibarət olur. Backend hissəsini siz gözlə görə bilməzsiniz, amma ilk daxil olduğunuzda sizə gözlə görə bildiyiniz hər bir şey onun frontend hissəsi adlanır. Frontend hissəsini qurmaq üçün də sizə lazım olan ən əsas şey HTML-dir. Burada gözlə gördüyünüz hər bir şey HTML vasitəsilə yaradırsınız. Məsələn, şəkil, altdakı şəkil, üstdəki yazılar, mətnlər, bu düymələr, batınlar, bunların hər biri. Sözü sizin HTML-ilə yığa biləcəyiniz saytın dizaynı çox pis gündə olacaq. Yəni, belə bu dizaynda bir şey yığa bilməzsiniz. Onun üçün sizə CSS kömək eləyəcək. Amma hər bir şey HTML-in özündən yaradılır. Məsələn, bunun üzərinə gəlirəm, rəngi biraz sarılaşır, ortada bir ikon görsənir. Bunların hər biri CSS vasitəsilə yaranır. Bugünkü dərsimizdə isə biz HTML-in əsas strukturunu görəcəyik və burada bəzi tekstləri, bəzi təqləri sizlərlə öyrənəcəyik. Bir də HTML-də yazdığınız bir kodu görmək üçün siz hər hansı bir browserdən istifadə etməlisiniz. Yəni, browser olmadan HTML-də yazdığınız kodun dizaynını siz görə bilməzsiniz. Məsəl üçün, Firefox-dur, Google Chrome-dan da istifadə edə bilərsiniz. Yəni, browserlər vasitəsilə siz HTML kodunuzun bir browser üzərində görünüşünə baxa bilərsiniz. İsə keçək, yeni bir dənə HTML faylı yaradaq, onun haqqında danışaq. Mən burada new fayl yazılır, bura vururam və faylın adını yazıram. Adı olsun ders1.html. Bura diqqət elədirsə, faylımın adını yazdım, ders1 və sonunda HTML sözünü yazdım. Niyə? Bura yazdığım HTML onu göstərir ki, mənim əməliyyat sistemim bu faylı hansı tipdə tanıyacaq, o deməkdir. Məsəl üçün, faylın əgər sonunda bir mp3 yazılıbsa, avtomatik işlətdiyiniz əməliyyat sistemi başa düşür ki, bu fayl musiqi faylıdır. Mən HTML yazıda avtomatik bilir ki, bu bir HTML faylıdır. Fayl yaratmaq üçün enter düyməsinə basıram və fayl yeni bir pəncərədə qarşıma çıxır. İndi isə sadə bir dənə HTML tag açırıq. Gördüyünüz kimi tag açıldı. Tagin açılışı var və bağlanışı var. Tagin açılışı və bağlanışı arasındakı tək fərq buradakı silə işarəsidir. Başqa da heç bir fərq yoxdur. Bu bütün taglər üçün keçərlidirmi? Xeyr. Bəzi taglər var ki, onların heç bağlanışı yoxdur, sadəcə açılışdan ibarətdir. Amma əksər taglərin həm açılışı, həm də bağlanışı olur. İki tag arasında, tagin açılış və daha doğrusu bağlanışı arasında olan yer onun inner texti və inner HTML adlanır. Əslində bu dərsin mövzusu deyil. Biz bunu JavaScript mövzusuna təzədən toxunacağıq. Amma siz yəni iki tagin həm açılış, həm də bağlanışı arasında tagin məzmunları burada qeyd edə bilərsiniz. İndi isə keçək HTML tagi təməl olaraq hansı hissədən ibarətdir, onlar haqqında danışaq. HTML tagi təməl olaraq iki hissədən ibarətdir. Head və body hissəmiz. Head hissəmiz isə nələr ola bilər, indi isə onlar haqqında danışaq, daha sonra isə body hissəmiz haqqında danışarıq. İlk öncə siz tagimizin içərisində linklərinizi burada qeyd edirsiniz. Məsəl üçün, mən link yazıram, siz gəldiyi dərsləmdə görərsiniz, link vasitəsilə CSS-in linkini yerləşdirərsiniz. Bundan başqa meta taglərimiz var. Meta taglərimiz haqqında birazdan danışacağıq. Bundan başqa JavaScript linklərini də burada yerləşdirə bilərsiniz. JavaScript linkin script tag vasitəsilə bunun içinə yazıb yerləşdirirsiniz. Bir də var title. Title nədir? Məsəl üçün, gəlin göstərək. Title arasına hello yazıram və bayaq dediyimiz kimi HTML-də yazdığım kodu bir browser üzərində görmək üçün, yəni görmək üçün daha doğrusu bizə bir browser lazımdır. Buradan OpenVis Live server edirəm. Bəli, bura diqqətlə baxda görürsünüz ki, title-ın arasına yazdığım hello gəlib buradadır. Yəni, HTML-də quracağınız bu səhifəyə deyək, nə başlıq adı vermək istəyirsinizsə, siz onu title-ın içində yazırsınız. İndi isə bunu silək və yenidən HTML yazıram. Mən bayaq HTML seçmişdim. İndi isə buradan HTML5 seçirəm. Yəni, bu HTML-in ən son versiyası deməkdir. HTML5-ə keçdikdə görürük ki, bayaqçıdan fərqli olaraq avtomatik head və body hissəmi özü verdi. Yalnız bəzi fərqliliklər var. Burada metalar var, burada doctype HTML yazılıb, burada lang n yazılıb. İndi isə görə bu nə deməkdir? Bunlar niyə var?
Doctype HTML nədir, nə işə yarayır? İlk öncə bunun haqqında danışaq. Doctype HTML HTML-in 5-ci versiyasında gəlib və sizin işlətdiyiniz bu HTML-in, yəni 5-ci versiyada olduğunu bildirir. Tamam. İndi isə HTML haqqında danışaq. Bayaq gördüyünüz kimi HTML tagini yaradanda içində heç bir içi bomboş idi. Yəni belə bir yazı yox idi. İlk öncə bu yazı deyil, bu bir atributdur. Atribut nədir? HTML səhifəsində tagdən kiçik anlayış atribut adlanır. İndi isə bu atribut nə iş görür, onun haqqında danışaq. Lang, language sözünün qısaldılmasıdır. İçində n, yəni ingiliscə deməkdir. Bu nə iş görür? Məsəl üçün, sizin yazdığınız məzmun ingiliscədir, ingiliscə yazırsınız və başqa bir istifadəçinin əgər kompüter dili Azərbaycan dilidirsə, avtomatik o sayta daxil olduqda brauzer tərəfindən, yəni ona dil çevirmə sistemi gəlir ki, istəyirsənsə bunu Azərbaycan dilinə çevirək. Yəni avtomatik dil dəyişmə sisteminiz burada, yəni brauzer tərəfindən də işləyir. İndi isə keçək meta-taglərimiz haqqında danışaq. Meta-tag UTF-8. Bu, Unicode şriftlərinin dəstəklənməsi üçün istifadə olunur. Məsəl üçün, Ü hərfi, Ə hərfi, C hərfi. Yəni, bunlar bu tagin içindəki atribut vasitəsilə dəstəklənir. İkinci bir meta-tagimiz. Bunun içində content age yazılıb. Bu nə işə yarayır? EA Internet Explorer deməkdir. Yəni Internet Explorer əvvəllər hər bir kodu dəstəkləmirdi. Yəni kodların bəzilərini dəstəkləmirdi. Age onun ən son versiyasıdır deyə, yəni bu atribut kimi buraya daxil olunur ki, yəni yazdığınız hər bir kod orada dəstəklənsin. Meta tagi nə iş görür? Viewport, yəni sizin yığdığınız sayt istənilən ekran ölçüsündə də istənilən ekran ölçüsünü dəstəkləsin deyə bu atribut var. Yəni siz yığdığınız sayt istər planşet, istər telefon versiyasında da rahatlıqla media query vasitəsilə rahatlıqla onu yığa biləsiniz deyə bu meta tagindən də istifadə olunur. Title hissəsi haqqında da bayaq danışdıq, onsuz başlıq hissə deməkdir. Bir də body hissə haqqında da danışaq ki, yəni bunlardan başqa, linklərdən başqa qalan hər bir şey artıq body taginin içərisində yazılır. Yəni body hissəsi sizin saytda gözlə gördüyünüz hər bir şey bodynin içərisində olur. Əslində bu dərsimizdə biz taglər haqqında, yəni məzmun taglər haqqında çox danışmayacağıq, amma gəlin bir-iki dənə şey işləyək. Məsəl üçün, bir dənə paragraf tag açıram və bunun içərisində bir dənə məlumat yazmaq istəyirəm. Lorem yazıb enter vurduqda avtomatik sizə belə bir şey qaytarır. Gəlin siz onu brauzer üzərində görək. Yəni 2 və 3 cümlədən ibarət sizə belə bir dənə mətn qaytarır. Bu əslində biraz uzundur. Bunun tərcüməsinin proqramlaşdırmanın əslində o qədər aidiyyatı yoxdur. Səhv eləmirəmsə, Latın dilində olmalıdır bu. Latın dilində sözlərdən ibarət bir dənə mətn kimidir. Tamam, oldu bu boyda. Brauzerə keçdim, gördüm. Bəs mən bunu p-tagin içində yazdım. Yəni p-tagimi açmışam, içində bir məzmun yazmışam. Mən bunu tagdən çöldə yazsaydım nə baş verərdi? Tagin bağlanışında silirəm, açılışında silirəm. Gördüyünüz kimi heç bir dəyişiklik olmadı. Və Lorem yenə də olduğu kimi ekranda görsənir. Bəs yaxşı, mən bunu hidin içində yazsam nə baş verər? Yenə eyni şeydir. Yenə ekranda görsənir. Bəs mən bunu HTML içində çöldə yazsam nə olar? Yenə eyni şey baş verdi. Yenə də mənim Lorem orada görsənir. Bəs bu yazılış düzdürmü? Xeyr. Sizin bu yazdığınız, yəni bir məlumatı teksti çöldə yazmaq HTML-in erroru deməkdir. Düzdür, HTML sizdə, məsələn, siz onu tagdən çöldə yazanda HTML sizə burada heç bir error qaytarmırdı. Çünki HTML error qaytara bilmir. Amma bu yazılış düzgün yazılış deyil. Nəyə görə deyil? Bəzi axtarış portallarından istifadə etdikdə, məsəl üçün Yandex kimi axtarış portalından istifadə edib sizin yığdığınız saytı axtardıqda avtomatik sizin saytda olan məzmununuz taglər içərisində axtarılır. Yəni hansı tagin içərisində o haqda bir məzmun var, axtarış sistemi elə gedir. Və siz avtomatik bunu çöldə yazdıqda SEO cəhətdən axtarış istənilən kimi alınmır. Yəni tagin içərisində yazmaq SEO cəhətdən daha yaxşıdır, daha üstündür və daha məsləhətlidir. Bugünlük dərsimizdə bu qədər. Gələn dərsimizdə isə sizlərlə məzmun tagləri haqqında danışacağıq.